Hamıya salam, kanalıma xoş gəlmisiniz. Mən Via Vibe-ın qurucusu Mədinə Nurşova. Bildiyiniz üzrə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra bir il Yaponiyada təhsil almışam. Daha sonra Azərbaycana gəlib turizm şirkəti qurdum və hal-hazırda fərqli istiqamətlərə qrup turları təşkil edirəm. Bugün 25 aprel qrup turu ilə Yaponiyaya gedirik və bu macəranı sizlərlə paylaşmaq üçün böyük məmnuniyyət hissi duyuruq. İzləmədə qalın. Gəlmişik bacımgilə, çünki ailənin ilk nəvəsi və tək nəvəsini görməlidir anam. Anam da bu turda mənimlə birlikdə olacaq. Sən də gedirsən Yaponiya. Gedirsən Yaponiya. Gedirsən Yaponiya sən də. Hal-hazırda hava limanındayıq. Uçuş saatını gözləyirik. Azərbaycana birbaşa uçuş olmadığına görə birinci gedirik İstanbula və daha sonra Osaka hava limanına eniş edəcəyik. İstanbula çatdıq. Hal-hazırda 10 saatlıq uçuşla Osakaya gedirik. Turun ilk günü otellə transfer və yerləşmə olacaq. Sabah isə turun ikinci gününə avtobusla Kyotoya, yəni köhnə paytaxta yola düşəcəyik. Minasan konnichiwa. Bugün Yaponiyada ikinci günümüzdür və Kyotoya gəlmişik. Kyotoda ilk ziyarət edəcəyimiz yer Kinkakuji, yəni Qızıl məbədidir. Qızıl məbədi 14-cü əsrdə Shogun Ashikaga tərəfindən tikilib. Bildiyiniz üzrə Yaponlar çox sadə insanlardır, lakin 14-cü əsrdə Ashikaga Shogun bu məbədi tikməkdə məqsədi öz gücünü göstərmək idi, öz imkanını göstərmək idi. İndi isə bu məbəd Zen Budist məbədidir və turistlər tərəfindən çox sevilir. Eşq olsun Kyoto xalqına. Söhbətli. Belə bir yerə gəlmişik və burada biz qəpik atacağıq. Əgər o gördüyünüz suyun içinə daxil olsa, deməli diləyimiz qəbul olacaq. Gəlin yoxlayaq. Ben de hafif çekeyim. Fərqi yoxdur hərəkət. Atlar içindeyim. Görüntüden de 10 var. Dilək tutursunuz. Əgər o suyun içinə düşərsə, diləyiniz qəbul olacaq. Yox, balacasından at. Bir qəpiklikdən ata bilərsiniz. Dilək tut daxilində və at. Suya düşməlidir. Suya düşsə, diləyin qəbul olacaq. Yazın bu olay. Hə, olar. 1 də olar, 10 da olar. Baxın da nə qədər atmaq istəyirsiniz. Bəli, suyun içinə düşsə. Oradaki o belə Bəli, bəli. Mən çəkirsən. Aha, çəkirəm. Fərqənə xanım, hazır olanda deyin, çəkirəm sizə. Mama. Allah məhəmməd yəni. Tələsən. Bunu tut da. Bunu tut da bir dənə. Olmadı yine oldu belə. Oldu belə. 3 dəfə yoxladınız. Oldu. Lato kimi deyə.
Şəkərim. Oldu belə. Bura burada belə şeylər satırlar. Onun adı omamoridir, omamori. Onu alırsınız, takılırsınız üstünüzə, sizi qəzalardan, pis yerlərdən qoruyur. Ve alıp bunu istediğiniz ailenize falan. Yok öyle bir şeyler yok. Ve alıp üstünüze takabilirsiniz ki korusun sizi. Yani hansısa dostunuza bilebilirsiniz ki. Biz Kinkakuji'dən çıxdıq, yəni Qızıl məbədindən çıxdıq. Hal-hazırda gedirik Bambuk meşəsinə, Kyotodayıq və küçədə gəzə-gəzə yerlərə baxırıq, mochilərin dadlarına baxırıq, street foodların dadlarına baxırıq. Hər şey çox maraqlıdır. Bu gördükləriniz real oxşasa da hamısı saxtadır, hamısı plastikdən hazırlanıb 3D formatında. Japonlar bu reklamçılıqda çox inkişaf ediblər. Gözlemi var, yer yok. Necə? Gözlem var, yer yok. Gyoza. Bura şirniyyat dükanıdır. Gyoza burada olmayacaq. Burada fərqli təamlar və ən əsası da matchalı təamlar çoxdur. Çünki biz Kyotodayıq. Köhnə paytaxtdayıq, imperator paytaxtındayıq və burada çox dadlı matcha çeşidləri var. Matcha sadəcə çayda istifadə olunmur. Şirniyyatlar, kofelərdə də istifadə olunur. Hava isə çox gözəldir. Yəni Yaponiyaya gəlmək istəyənlər ya sakura dövründə, apreldə və yaxud da may ayında gəlməyi xüsusilə tövsiyə olunur. Zaten Yaponiya hər ay çox gözəldir. İyun ayında biraz yağışlar çox olur. Amma nəzərə alsaq ki, Yaponiyada zaten hər sezon, hər an yağış ola bilər. Yəni Yaponiyaya gələnlər mütləq bunu nəzərə alıb gəlir. Bu küçənin axırı Bambuk meşəsinə getdiyinə görə burada belə maraqlı kafelər də var, hansı ki bambuk simvolu. Это мисо-суп. Bəli, miso supudur.
Biz hal-hazırda gəlmişik kimono kirayələməyə. Kimono Yaponların milli geyimidir və düşünürük ki, Kyoto küçələrini ancaq kimono ilə gəzməliyik. Tarix və mədəniyyəti daha yaxşı hiss etmək üçün. Bura kimono kirayələdiyimiz yerdir. Çəkiliş qadağandır, amma mən isə istədim ki, biraz çəkim. Hazıram. Birazdan saçımı yığacaqlar. İndi isə gəldik saç düzümünə. Buradakı saçlardan istədiyimi seçdim və seçilən aksesuarlar mənim saçıma yerləşdirildi. Son toxunuşlardan sonra isə artıq saçım hazırdır. Və budur, mən hazıram. İndi Pamuk meşəsinə gedə bilərik. Super! Çox gözəlsiniz. Fotkacı değil mi? Əlbəttə. Sana çok güzel yaraştı. Çox gözəl. Bunu özüm yuttum ben. Çox gözəl. Konnichiwa. Biz hardayıq? Pamuk meşəsində. Yapon məktəbləri gördünüz. 7-dən 70-ə hamı buradadır. Növbəti ekskursiyamız Fushiminari məbədidir. Bu məbəd 10 minlərdən çox tori darvazaları ilə məşhurdur.